Kərbəla qombəd zərrin bəni Haşimdir. Uca gül dəstələri Əkbər ilə Qasımdır. Qombəd altında xod ruhul əmin xadimdir. Kərbəla ma xələqin sinəyi sədparəsidir. Əsqərin həşr olununcaq ora gəhvarəsidir. O behişdi ki hamı görməyinin muştaqıdır. Kərbəlanın deyə bilən balaca bir bağıdır. Oranın pərçəmi Əsqər ağanın qundağıdır. Pərçəm əsdikcə behişt əhli Hüseyin vay deyəcək. Əldə sucağımı hamı Əsqərə lay lay deyəcək. Kərbəla olmasa hətta baş ucatmaz Kəbə. Kərbəlaya özünün fəzli də qatmaz Kəbə. Dər həqiqət mının eşgərdinə çatmaz Kəbə. Niyə? Kərbəlanın hələ qalsın ki nəbi bənzəri var. Kəbənin harda əvvəlfəz kimi sərleşgəri var. Əsqərə su verə düzdür, oranın zəmzəmi var. Oranın zəmzəmi olsa buranın əlqəmi var. Kəbənin harda məgər saqiyə ətşan ləbi var. Oranın Hacəri olsa buranın Zeynəbi var.